Bizim bayrağımız bizim qürur mənbəyi. Bugün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Bugün TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarındakı paylaşımında bildirilib. Eşq olsun Azərbaycan bayrağına deyə paylaşımda qeyd edilib. Hüsniyyə Salmanova, Bugün TV. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan. Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Kaldırdığım bayraq eşq olsun. Bizim bayrağımız bizim canımızdır, bizim ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan.